Bir insanın işığını söndürmək bu qədər asan da olmamalıdır. Son vaxtlar hər birimizi sarsıdan Elgün haqqında hər birimiz bir Azərbaycanlı olaraq, bir insan olaraq eşitdiklərimiz biz olur, əsəb keçirdirik, stres keçirdirik. Həqiqətən də bir insanın bu qədər vəhşilik eləməsi və rahatlıqla gizlənməsi hər birimizi məyus edir. Bir insan niyə bu qədər vəhşi ola bilər? Əslində yenə də ailənin güzgüsüdür uşaq və ailələr haqqında istəyirəm danışmaq ki, bəzən biz övladlarımızı elə böyüdürük ki, bəzən ola bilər ki, bu cinayəti törədən insan ola bilər ki, evində böyük bir şiddətə məruz qalıb, təhqir olunub, şəxsiyyəti pozulub və yaxud da ki, alçaldılıb, incidilib və o şəxs öz hissini, öz acığını, psixologiyada buna proyeksiya deyilir. Yəni sən əgər sənə qarşı olunan rəftarı həmən insana öz aqressiyanı çıxarda bilmirsənsə, sən bunu proyeksiya edirsən başqa bir insana. Və yaxud da ola bilər ki, bu insan çox ərkəsöyn böyüdür. Etdiyi səhvlər heç vaxt üzünə vurulmuyor və yaxud da danlanılmıyor. Bir ailədə bir uşağı böyütmək, yaxşı valideyn olmaq, uşağın səhvlərini göstərməmək və yaxud da anlamamaq deyil. Bəzən uşağın elədiyi səhvi ona bildirmək lazımdır. Bəzən yox, uşaq başa düşməlidir ki, mən bunu səhv eləmişəm, bu yanlışdır, bu doğru deyil. Yaxşı valideyn olmaq sadəcə uşağı əzizləmək, onun hər istədiyini almaq deyil. Yaxşı valideyn olmaq cəmiyyətdə sağlam uşaq böyütməkdir. Əgər sağlam uşaq böyüdə bilmirsinizsə, başqalarının günahı yoxdur ki, siz öz uşağınıza düzgün tərbiyə verə bilmirsiniz.